Bugün boşananların 80% qadınlardır. Qadın 5 manat qazanıb gətirir, deyir ki, tadiqətdə də kişi mənə tabi olmalıdır. Elə olmaz. Ay mənim anam, bacım. Kişiləri öldürürlər. Qabaq ağsaqqal da özünü ağsaqqal kimi aparırdı. İndi baxıb görürsən ki, nə Qurana diqqət verirlər, nə ölüyə qiymət verirlər. Ağsaqqalların günahı çoxdur. Bu eşitsinlər və bilsinlər. Gözəldən 40 günə durmaq olar, gözəl xasiyyətdən. Kişilər qəlbə baxmır. Nəsə boynuma qoymaq istəyirsən. Ona görə... Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Ev adamındasınız. Ev adamının bugünkü qonağı tarix elmləri doktoru Təvəkkül Səlimovdur. Xoş gördük sizi, Təvəkkül müəllim. Çox sağ olasın. Təvəkkül müəllim, indi ailə dəyərləri, ailə münasibətləri çox dəyişib. Ailə institutu sanki uçuruma doğru gedir. O isti ailə ocağının nəfəsi duyulmur. Bunun səbəbi nədir? Ailə bir ocaqdır. Ocaq adətən keçmişdə o evlərdə, qədim evlərdə o xörək bişirmək üçün, nahar hazırlamaq üçün istifadə olunan bir, demək, belə deyək də, isitmə vasitəsi idi, bir pişirmə yeri idi. Hər kəs ailə o istidə də, yeməkdə də ocağın ətrafına yığılardılar. Sonra ocaq sözü. O bizim Azərbaycan düşüncəsində ocaq həm də ağsaqqalın, ağbirçəyin toplam yeri kimi nəzərdə tutulub və tədricən başlanıb müqəddəsləşdirməyə. Ora ocağa Allah kimi baxılmayıb, ancaq ora müqəddəs bir məkan kimi, məqam kimi baxıblar. İndi o yoxdur. Yəni, söhbət xörək bişirməkdən getmir. O ocağın qorunması, o ocağın saxlanması üçün gərək olan müəyyən insani keyfiyyətlər var ki, o sıradan çıxıb. Onun sıradan çıxması da səbəbləri çoxdur. Yəni, sıralasan onlarla səbəb tapmaq olar. Lakin o ilə belə, mən bu fikirdəyəm ki, o ailə və məxsusən axşam şam yeməyində, biraz belə primitiv görünsə də fikir, məxsusən şam yeməyində hamı toplanmalıdır bir masanın, bir süfrənin arxasına. Biz, yəni, dədə-babadan görmüşük ki, axşam atamız, yəni bizim özümüzdən, atamız evə gəlməsəydi, qazanın qapağı götürülməzdi. Ölür yazın, ha? Atamız evə gəlsin, mama deyildi, ay mama, biz gel biraz söylədən zatdan götürürük yenə. Xorey sevməm, atoz gələrsə ora. Niyə? O atıya olan hörmətin əlamətidir ki, uşağa bildirirdi ki, sənin yaşayışın, mövcudluğun atonla bağlıdır. Aton gələr, yiyər, özü də. İndi mən bəzi ailələrdə baxıb görürəm ki, atanın küftəsi balaca, uşağın küftəsi bu boyda. Bu olmadı ki. Çox doğru vurğuluyur. Kişiləri bütün parametrlər üzrə evin kişisi çörək qazanıb gətirir. Çörək qazanmır. İndi bəzi kişilər var ki, doğrudan da elə şərait elə olur ki, görürsən, qadın evin qazancını, dolanışını qadının boynuna düşüb. Nə olar belə? Nə olar belə? Kişi də özgə əlindən gələni eləsin. Yəni deyirəm ki, ocağın deyirəm axşam gərək ailə bir yerə toparlansın. Bir yerdə çörək yesinlər, nahar eləsinlər. Bir yerdə Allaha dua eləsinlər, Bismillah desinlər, Əlhəmdülillah desinlər. O ocaq olur, o ailənin birliyi o zaman yerir. Dində belə bir söz var ki, deyir ki, o evdəki, o yerdəki göylərə əllər çox qalxdı, Allah onu tez eşidir. Yəni, belə deyək ki, görürsünüz, cümə məscidləri deyirlər. Cümə məscidləri, cümə namazları keçmişdə. Böyük məscidlər tikirlər, deyirlər, bu məscid cümə məscididir. Yəni, bütün kəndin yığışdığı kişilərin ya qadınların öz vaxt yığışdığı bu məscid. Niyə? Orada əhali, insanlar çox yığışır. Allaha birgə dua edirlər. 3 adam yox.
103 adam dua edir Allaha. Allaha dua edir, Allah da onu eşidir. Görür ki, ona qarşı nə qədər əllər müraciət edir. Ona görə mən yəni o fikirdəyəm ki, o ailə dəyərlərinin və ailənin təməl prinsiplərinin laxlamasının bir səbəbi də elə ailənin bir görmüşəm, inanın görmüşəm, bax, əgər görürsən saat, nə bilim, 8-də oturdu, kuxnada orada yedi. Arvad getdi, nə bilim, içəri ödə yedi. Uşağın biri orada yedi, biri burada yedi. Bu olmadı ki. Bax, inanın səmimiyyətmə yendirir. Mənim ailəmdə mən evə gəlmişəmsə, oturub çörəyimizi yeyirik. Mən də gecə saat 12-də gəlmirəm, ki, uşaqlar açdı, bax, hər şeyin vaxtı var da, əridir. Bir növ onda kişi də özü məsuliyyət daşıyır ki, mən evimə tez getməliyəm ki, məni evimdə gözləyəm. Ona görə də o ailə dəyərlərinin, yenə deyirəm, boşalması, o ailənin bir yerdə olması vacibdir, mütləq vacibdir. Bizən orada biri-birinə münasibət, isti münasibət, sonra bir də görürsən ki, çörək yiyir, adam çörək yiyəndə, məsələn, kişi xeylağı ya, qadın xeylağı, çörək yiyəndə, ondan bir şey istəyəndə görürsən ki, çörək yiyir, qadının pişirdiyi, arvadının pişirdiyi yeməyi yiyir, xörəyin yarısındadır, arvad da biraz siyasətçidir. Görür ki, yarısını yiyib, kişi babat olubdur, qarnı düzəlib, deyir ki, bir də mənimsə filan şey aldı, kişi də qayıtmır onun üstə, çörəyini yiyir, pişirdiyi. Ona da biraz, arvadlar da siyasət, bəzi arvadlar siyasəti yoxdur. Hələ xoracı qoymayıb kişinin qabağına. Döşəyir bunun qaburğasına. Haram elədir ona ki, biraz qadınlarda da, qabaqçı qadınlarda o siyasət deməyəcək, o belə bacarığı var da, hər sözün öz vaxtı var, öz zamanı var, hər deməyin öz yolu rızı vardır. Yoxsa gələ belə, necə gəldi? Olmaz belə şeylər, olmaz belə şeylər. Öyrənmək lazımdır. Siz köhnə ailə dəyərlərindən danışdınız. İndi ilə baxsaq, görərik ki, boşanmaların sayı da çoxalır. Bu boşanmaların sayının çoxalmasında kökündə nələr dayanır? Əslində, boşanmaların kökündə bir səbəb durmur. Bu təbiidir, bir səbəb durmur. Və özü də mən bir rayonumuzun boşanma səbəblərini 70-ci illərdə araşdırmışam, elmi tədqiqata cəlb etmişəm və insanlarla sosial sorğular aparmışam. Niyə belə, niyə belə? O zamanlar 70-ci illərdə boşanmalar çox az hallarda baş verirdi. Çox az hallarda baş verirdi. Lakin bu son, belə demək mümkünsə, 10 il ərzində və yaxud da biraz da bu yana gələ 5-6 il ərzində boşanmalar az qala evlənmələrlə sayı bərabərləşib az qala. Özü də arayıb araşdırırsan, görürsən ki, o səbəbləri ki, onlar gətirirlər, ya qadın gətirir. Boşanmalarda əsas səbəbkarı çox hallarda qadınlar olur da. Kişilər boşanmaya demək olar ki, vermir. Qadınlar verirlər. Yəni bu reallıqdır da. Qadınlar verirlər boşanmaya. Təvəkkül müəllim, gəlin belə deyək də, burada bir məqam yaranır. Ağıllı qadın, əxlaqlı qadın niyə gözəl həyat yoldaşın, ağıllı həyat yoldaşın niyə tənhalığa dəyişir? Doğrudan da niyə? Niyə? Mən sizə sual verirəm. Mənə görə siz ağlı, o qadınlar silsiləsinə aid niyə boşanırlar? Mənə görə ağlı, əxlaqı olan bir qadın, ailəsi olan, isti yuvasını qoyub tənhalığı seçməz. Mənə görə əgər bir qadın gedirsə, burada kişi məsuliyyətsizliyi dayanır. Görürsünüz qızım, məsələ bundadır ki, bugünkü reallığı da gərək nəzərə alaq. Bugünkü reallıqda belə təkrar da olsa, belə bir yeknəsək də çıxsa bu söz, insanların həyatını bu telefonlar bir sözünə bərbad günə qoyub, bir sözünə bərbad günə qoyub. Mən gəldirəm bu ailə məsələlərlə məşğul olan adam. Boşanmaların, bu belə deyək də çoxaltmayın, bir parasının səbəbi telefon danışıqlarıdır. Telefon danışıqlarıdır. Kişi şübhələnir, qadın şübhələnir. Sonra, indi bu da bir şərtdir. Bəzən dolanışıq imkanlarının məhdud olması, amma çox vaxt o da əsas səbəb olmur. Bayaq da deyək, səbirli. Qadın istəsə bir ocağı yandırar, bir ocağın yaşamasına şərait yaradar. İstəməsə milyonları tök olun,
başına, yəni məcazi mənada. Milyonları ver ona. Boşanır, elə boşanır. Qadının qəribə keyfiyyətləri, xüsusiyyətləri, xarakterləri var ki, hər bir qadının özünə məxsus bir xarakteri vardır. Bilirsən, televizorlarda verilişləri görürsən, mən uzun illər bu ailə məsələlərini televiziyaya gedib. Baxıb görürsən ki, bunun boşandığı əri, bunun getdiyi və yaxud da oturub durduğundan vitlidir. Və ya siz nə dediniz? Vit sözünə? Yaraşıqlıdır. Yaraşıqlıdır. Bunun ərinin qazancı ondan çoxdur. Ərinin ailəsinə baxmasına, baxıb görürsən ki, vaxtı-vaxtında evinə gəlir, vaxtı-vaxtında ailəyə qulluq eləyir. Ancaq qadın elə az qala doğrudan da səbəbsiz olaraq, sən bu onlarla belə ailələr var. Bəli, elə qadınlar Gözəl, var. yox, həqiqətən etiraf eləyir, deməli, boşanmaların mən bu sözün məsuliyyəti altında danışmışam da canlı verilişdə ki, bu gün boşananların 80% günahkar demirəm, səbəbkar da demirəm, qadınlardır. İnanın səmimiyyətimə. Bir dənə mən uzun illər, 55 ildir, bir dənə görmədim, kişi ərizə verdi. Nadir hallarda kişi, o da bir dənə qadın həyasız olanda və ya da qadın düz yolda olmayanda kişi ondan imtina edir. Bəzən kişilər utanır, səbəbi də yazmır. Bilir nə səbəbdir və yazmır. Boşanmağı da getmir. Kişilərdə bir balaca da, balaca abur həya deyir ki, əyibdir, dostum aşınan bilməsin ki, mənim yoldaşım o yolun adamıdır. Açı baxarmır. Qadın isə fəxr edir. Mənim ərim, qadın bir nöqsanı odur ki, öz ərinin qüsurlarını onun bunun yanında gərək deməsin. Qadın deməməlidir. Heç deməməlidir. Ki, mənim ərim belə qazanır, az qazanır, mənim ərim mənə pis baxır. Belə sözləri demək olmaz. Qadın möhkəm olmalıdır. O, dəfələrlə demişik, siz məndən yaxşı bilirsiniz ki, o, Çeçenistanda Şamil necə gəldi? Elə bir hürmət qazandı ki, bütün şərq aləmində Şamil deyəndə hamısı ayağa qalxır. Niyə? Rus hökuməti də onu sevirdi, onun kişiliğini. Niyə? Deyir, necə elədin bunu qazandın? Sual verirlər Şamilə. Deyir ki, mən evə gələndə yoldaşım, arvadım mənə hörmət elədi birinci. Sonra uşaqlarım mənə hürmət elədi. Sonra məhəllə cəmaatı mənə hürmət elədi. Sonra bütün insan hürmət elədi. Bilirsən, hardan başladı? Qadından başladı. Qadın bilirsən, qadın sərbəst olmalıdır. Ancaq o yerəcən sərbəst olmalıdır ki, onun sərbəstliyi besprizorlu hərəkətləri çevrilməsin. Qadın elə bilir ki, deyir ki, 5 manat qazanıb gətirir, deyir ki, hə, qutardı getdi də, kişi mənə tabi olmalıdır. Elə olmaz. Allah elə yaradıb ki, qadın. Hər qadın Tetcher olmayacaq ki, Margaret Tetcher olmayacaq ki, İngiltərənin baş naziri var deyə, kimya alimləri, doktor. Hər qadın Dəmir Lady deyirlər. Hər biri ondan olmayacaq yaxı. Və ya da digər tarixdə qadınlar vardı, Pakistanın baş naziri və ilaxı, cavahirlər. Hər kəs elə olmayacaq yaxı. Ancaq hər qadın indi özünü elə Margaret Tetcher sayır. Olmaz. Sən qadınsan, sən belə yaranmısan. Sən belə yaranmısan. Sənin müəyyən misyon vardır. Sənin bir dənə misyon var. Ay mənim anam, bacım. O misyonu kişilər milyard ildə keçsə eləyə bilməyəcəklər. Sən dünyaya uşaq gətirirsən, evlad gətirirsən, sən cəmiyyətin təkrar istehsalını həyata keçirirsən. Bundan böyük şərafət olar. Bundan böyük hünər olar. Bundan böyük fədakarlıq olar. Gör Allah kimə verib onu? Allah qadına verib ki, dünyaya sən uşaq gətir. Başa düşürsən? Allahın ol deyərək, hökm eləyərək dünyanın yaranışı, insan davamiyyəti qadınla baş verir. Ona görə də qadın özünü elə aparmalıdır ki, doğrudan da ona rəğbət, hörmət o dərəcədə olsun ki, kişi, belə deyək də, ərsin onun qabağında. Sözün yaxşı mənasında. Ərisin onun qabağında. Yoxsa ki, kişi ilə yek gedirsən, sonra ki, hələ şey olar. Kişiləri öldürürlər. İndi bəzən, bir də deyir, filan şeylə deyib, baltaladım onu. Belə şey olar. Olmaz axı belə şeylər. Ən azı bizim Azərbaycan
cəmiyyətinə, bizim bu gün Azərbaycan doğrudan da nə qədər böyük inkişaf yolları keçib və keçir və keçəcək. Nə qədər möhtəşəm bir Azərbaycanımız var bizim. Möhtəşəm bir Azərbaycanımız var və dünyanın hər yerindən Azərbaycana baxırlar, eşidirlər, görürlər. Bu möhtəşəmliyin içində Azərbaycan qadını da möhtəşəm olmalıdır. Və hər bir dünya qadını Azərbaycandan nümunə götürməlidir Azərbaycan qadınına. Yoxsa ki, deyək ki, hansısa TikTokda, hansısa nə bilim YouTube'da, nə bilim nədə pis hərəkətləri ilə olmaz belə şeylər. Burası Azərbaycandır. Azərbaycan qadını, sən bil ki, sən Azərbaycanlısan. Sən Azərbaycanın təmsilçisisən. İki qanadıq. Kişi bir qanaddır, qadın digər qanaddır. Bu qanadlar eyni vaxtda çırpınanda onda quş irəli gedər, qartal irəli gedər. Biri xəstə olanda, biri çırpılmayanda onda qartal gedə bilməz. Azərbaycan da xəritə etibarıyla, coğrafiya etibarıyla bir qartaldır. Qoşa qanadlı qartal. Təvəkkül müəllim, elə ayıblardan danışmışkən əvvəllər insanlar öz ayıblarını gizlədərdilər. Amma indi tam əksinə. O ayıblarından bəhbəhlə danışırlar, video çəkirlər, nə utanmırlar, nə çəkinmirlər. Yəni bunun səbəbi nədir? Yəni mənfi pis hərəkətlər. Əlbəttə ki, məsələn əvvəllər olurdu ki, tutaq ki, bir kişi bir qadını başqası ilə görürdüsə, onu ayıb eləyirdi. O ailə içində gizlədilirdi. Onlar ayrılsa belə, bunun artıq cəmiyyətə yayınlanması yəni ayıb bir məsələ idi da. Amma indi elə deyil. Çəkirlər, hərənin əlində bir telefon göstərirlər. Razıyam. Yəni ki, biz, mən elə əvvəldə də bir neçə dəfə də vurğuladım ki, doğrudan da insan ədəblə, ərkanla yaşamalıdır. Pis hərəkətləri, pis addımlarını nümayiş etdirməməlidir ki, başqaları da ondan nümunə götürsün. Çox təəssüf ki, bizdə belə hallar baş verir. Heç istəməzdim. Belə. Təvəkkül müəllim, keçmişdə ağsaqqal var idi, ağsaqqal sözü var idi, onların sözü qanun idi. Amma indi sadəcə bu sözdə var. Onların sözü keçmir, sanki ağsaqqal institutu getdikcə yoxa çıxır. Səbəb nədir? Sanki bir böyüksüzlük, kiçiksizlik yaranır. Ağsaqqallıq, bəli, bizdə bir institut olub. Yəni elə bir səviyyə olub ki, ağsaqqalın sözünü basıb keçməzdilər. Ağsaqqalın sözü qanun səviyyəsində qəbul olunur. Bu doğrudan da belə idi. Xüsusən Azərbaycanda ağsaqqalın böyük hörməti olub. İndi mən bir dənə söz deyim də, bu indiki zamanda qabaq ağsaqqal da özünü ağsaqqal kimi aparırdı da. İndi baxıb görürsən ki, toylara gedirsən, ya indi başqa bir yerə gedirsən, görürsən ağsaqqallarımı, valla özlərini bəzən qınamasınlar məni, bəzən elə aparırlar ki, belə şit hərəkətlər, yaramayan hərəkətlər, sözlər. Qabaq deyərlər ki, şix eylağı güləndə səsi eşidilməməlidir. Şix eylağı güləndə təbəssüm eləyər. Qaqqanaq çəkib gülməz. Mən inanız Allahın birinə evdə atamdan, böyük qardaşlarımdan, iki böyük qardaşım olub. Mən onların bəkdən gülən səsi mənim yadıma gəlmir. Onlar hacanca gülüblər. Allah haqqı deyirəm, inanız. İndi mi deyirsən ki, yaşlı adamdır, biri olmasın, beşi də belədir. Sözü də, söhbəti də, danışığı da. Hələ bir an orasını deyim ki, elə bəkdən danışır ki, elə bir ki, özünü göstərir ki, bunun səsini, sözünü, boş-boş lağlağı söhbətini kimsə yandan eşitsin. Gediz bir dənə, yenə qayıdırıq uzağa başı, gediz bir dənə qəbr üstünə, məzaristana gedir, görürüz orada. Ora gələnlərin əksər hissəsi orta yaşlı, biraz da yaşlı adamlardır. Hərəsi öz söhbətindədir. Quran oxunur. Nə Qurana diqqət verirlər, nə ölüyə qiymət verirlər. Başa düşürsən? Quranda bir ayə vardı, deyir ki, Quran oxunanda danışmayın ki, bəlkə Allah bəzi günahlarınızı bağışlasın. Əməl eləmirik. Bilirsən, hamısını da kimlərinsə boynuna atmaqdır. Biz özümüz günahkarız çox işdə. Ağsaqqalların günahı çoxdur. Həqiqətən çoxdur. Qoy eşitsinlər və bilsinlər. Təvəkkül müəllim, qadın, kişi, ailə dəyərlərindən danışdıq. Bir növ həyatı bütün söhbətinizdə bizə təcəssüm elədiniz. İndi ağıllı qadın, yoxsa gözəl qadın? Ağıllı qadın. Bir dənə misal deyim sizə. Deyir ki, gözəldən 40 günə doymaq olar. Gözəl xasiyyətdən 40 ilə doymaq olmaz. Bilirsən,
Ancaq təbii ki, gedib bir kifir alarsan. İndi bir ay, 2 ay, 3 ay cavanlıqdır da yola verirsən, sonra görürsən əmələ gəlmir. Alanda da biraz elə olsun gözümə də biraz xoş gəlsin. Allah belə şey olmasın da. Bilirsən, ümumiyyətlə bizim ədəbiyyatımızda Ağzı Nizamidən üzü bu yana, bilirsən, həmişə gözəllər vəsf olunub, təriflənib, həmişə. Bütün bəşər gözəllik deyəndə gül də gözəldir. Ancaq gül o qədər təsvir. Ancaq gözəl qızın təsviri milyon səhifələrlə yazırlar ki, gözəl. Ona görə də evlənəndə indi mümkün eləyən ki, çox kifir olmasın da. Gözə xoş gəlsin. Amma Təvəkkül müəllim, gözəl xanımlara sahib olan kişilər də xəyanət edir. Bunun səbəbi nədir? Bilirsən, kişi, yenə deyirəm, bilirsən, kişilər ailəsinə xəyanət eləməməlidir. Qadınlar da. Bir dəfə, o bəzən indi mod çıxıb ki, mən onu sevdim, keçdik. İkincini də sevdim, üçüncünü də sevdim. Sən nə qədər adamsın? Adam nə qədər sevər? Birini sevdim, qutarcına. Sevgi bir dəfə olar. Bütün bizim klassik ədəbiyyatımızda sevgi bir dəfə yazılır. Leyli Məcnun öldü çıxdı getdi sevgi ilə. Yenə deyirəm, ancaq evlənəndə, yenə deyirəm, bu qocalar da deyərlər, ağsaqqallar da deyərlər ki, özün üçün, mənim nənəm, deməli, 50 ilə yaxın, deməli, bu toylarda, qadın toylarında bu sözü bəzən başqa cür başa düşürlər. Ancaq siz yəqin Rus demişəm, panyatkalı insansınız, inanıram ona, yengəlik eləyərlər, el yengəsi deyərlər. Qızın köçürdürməsini öz evindən, oğlan evinə aparmaq, onu bəzəmək, düzəmək, eləmək, o yengəyə tapşırardı. O böyük missiya idi. Çox böyük missiya idi ya. Yengə bir ailənin qurucusuna çevrilirdi, memarına çevrilirdi. Mənim nənəm bir 50 il bu işin sahibi olub. Bu ara kəndlərdə da. Ondan da çox şeyləri mən əxs eləmişəm. Sonra deməyim ondan ibarətdir ki, qadın çox gözəl yox, bəlaya salarsan özünü. Çox gözəl olmamalıdır. Evlənirsənsə. Amma yenə təkrar edirəm, kifir də olmamalıdır. Səhər duranda bir o sənə baxanda, sən ona baxanda elə deyir, bir zövq alasan da, elə deyir. Belə səhər olmasın, axşam olsun. Vay ama gündən bir kifir qadın döndü, evlənmişsə, səhər durur, gözünü belə ovuşdura. Tez paltarı bir çıxırsan aradan, gedim işe, işləməyə gözləyirlər. Yalan deyir, ödən çıxır aradan. Ona görə var olsun Azərbaycan qadını, Azərbaycan qızlar. Doğrudan heç Azərbaycanda kifir qadın, kifir qız yoxdur. O kifir olan qadın qızlar var ama inanınız. And olsun Allah. Onların elə qəlbi olur ki, elə ürəkləri olur ki. Çünki Allah ona o gözəlliyi verməyib, bu gözəlliyi verir. Bu gözəlliyi verir. Maraqlıdır. Bu gözəlliyi verir. Ona görə yəni Azərbaycan qadını, Azərbaycan qızını kim ki gedir, gezir xarici, orada, burada deyir Azərbaycan gözəlliyi. Kişilər qəlbə baxmır. Nəsə boynuma qoymaq istəyirsən. Ona görə xoşbəxt olasınız. Hər işiniz cavansınız. Bilmirəm, ailəlisiniz, ailəli deyilsiniz, ailəlisiniz. Allah evlad nəsib eləsin. Sonra özünə bir dənə yox, azdır bir dənə. Bunu istəyirsiniz, yazırsınız, istəyirsiniz, yazmıyorsunuz. 3-dən gedin, qayıtmayın. 3 dənə, vicdan haqqı. Ay, bahanə eləmirsiniz, cavanlara deyirsiniz. Bahanə eləmirsiniz ki, saxlaya bilmədim çətini. Ruzunu verən Allahdır. Əgər sənin 5 evladın da olsa, Allah sənin səndən ruzu ayırıbsa, o bir evladda da onu ayıracaq sənin üçün. Bunu bilsin. Allah'a and olsun. O oyla deyil. Ruzunu verən Allahdır. Sənsən, mənəm. Yox, elə deyil. Adam vardı, bir dənə evladı vardı. Vallahi adını bədnam eləyir. Atasının milyonları var, tökür ortaya. Ancaq o narkomandır. Ancaq o deyər ki, pis yolun adamıdır. Adamı da var ki, 10 uşağı vardı. Hayf o günlərdən 10 uşaqlarımız vardı, 12 uşaqlarımız vardı ailələrdə, bölgələrdə. Elə Bakıda bizim ailəmiz 8 uşaq olub. Bu yaşadığım kənddə 4-5 uşaqdan az uşağı olan olmayıb. Hamısının uşaqları çox olur. Uşaq çox olanda egoizm olmaz. Uşaq çox olanda Allah sənə rəhm eləyər, kömək eləyər sənə. O belə.
Təvəkkül müəllim, sizcə ailə bağlarının zəifləməsindən, dəyərlərimizin dəyişməsindən, ağsaqqal institutunun məhv olmasından narahat olmalıyıq, yoxsa zamanın ixtiyarına buraxmalıyıq? Mütləq narahat olmalıyıq. Əgər biz ağsaqqal olaraq, ziyalı olaraq, müəyyən vəzifənin daşıyıcısı olaraq, müəyyən quruma rəhbərlik eləyərək, belə bir sıradan bir insan olaraq, yaşlı bir insan olaraq, orta yaşlı olaraq, biz ailə dəyərlərini, ailənin mövcudluğunu, yaşamasını zamanın ixtiyarına buraxmamalıyıq. Biz ona müdaxilə eləməliyik. Dövlət tərəfindən, bax görsün, dövlətimiz keçən illəri belə bir qərar qəbul elədi ki, qohum nikahları olmasın. İndi ona etiraz edənlər də oldu, bəyənməyənlər də oldu, yəni o qəbul olunan məsələyə. Məsələn, mən də əvvəl deyildim ki, bu nə deyir, kimi evlənir. İndi baxıb görürəm, yox, elə deyil də. Bunu götürüb qoyub müəyyən nəticəyə gəlirlər, sonra onu dövlət səviyyəsinə çıxardırlar ki, bu doğrudan da bugünkü cəmiyyət üçün hər bir yerdə bu qəbul olunmaz. Qohumlar bir-biri ilə evlənməməlidir. Baxın, xristianlıqda qohumlar bir-biri ilə evlənməyə qadağandır. Xristian dinində bəyənmədiyimiz deyəndə bizim nə ixtiyarımız var bəyənmək? Amma bizim dilimizdə də belə bir söz var ki, əmioğlu ilə əmqızının kəbini göydə kəsilir. Göydə kəsilir. Yəni, indi bir söz bu nədir? Bu düşüncə ibtidai düşüncə tərzidir. İbtidai düşüncə və onları qınamırıq da. Qınamırıq da. Quranda da var, müsəlmançılıqda da var ki, qohum ilə əlaqə qurmalıdır. Dedi ki, Peyğəmbərimizin bir hədisi var. Dedi ki, mən qiyamət günündə ümmətimin çoxluğu ilə o birisi Peyğəmbərlər yanında fəxr eləyəcəm. Ümmətimi, yəni müsəlmanların sayının çoxluğu ilə. Ona görə deyir ki, evlənin, uşağınız olsun. Sayımız çox olsun. Yəni, müsəlman o dövrdə ki, müsəlmanlar sonuncu dindir, yenə yaranmışdı. Bunun insanların sayı, etiqad edilən sayı çox olmalıydı, düz deyil mi? Ona görə də onlar demək çalışırdılar ki, deyir ki, əmioğlu ilə əmqızı evləngilə, o birisi ilə bu evləngilə. Belə bu münasibətləri qanunlu şəkilə şəriətə salırlar ki, cəmiyyət sayı çoxalsın, müsəlmanın sayı çoxalsın. Ancaq evlənəndə görürsən də, məsələsin, mənim öz qohumlarımdan var, tanıdığım bizə qohum var, tanıdığım da qohumdur da. Evlənirlər bir-biri ilə, atçı kimi birdən baxarlar. Baxın, görürəm ki, uşaqlarda problemli olur. Belə baxın, uşaqlar, adam kimi uşaqlar, ancaq o senin yəsi deyirlər də, başa düşürsənmi? Ona görə hökumət bu qərarı qəbul edibsə, bizim də borcumuz onu riayət eləməkdir. Bilirsən, o qərarı qəbul edənlər sıradan bir adamlar deyil, görkəmli mütəxəssislərdir, ailə məsələlərinə və nəticəyə gəliblər ki, bu belə olmalıdır. Təvəkkül müəllim, çox sağ olun, təşəkkür edirəm ki, bizə evinizin qapısını açdınız, bizə gözəl ailə dəyərlərimizdən, cəmiyyəti maarifləndirəcək söhbətlərdən söz açdınız. Minnətdaram sizə. Sağ olun.